Selamun Aleyküm ve Rahmetullah Sayyidina. Aleykümselam. Sual verən soruşur ki, Bəqərə surəsinin 114-cü ayəsində bəhsi gedən Allahın məscidlərində onun adının zikr edilməsinə maneçilik törədəndən və onların virana qalmasına çalışanlardan daha zalım kim ola bilər? Bu ayə kimə aiddir? Bəzən olur ki, məsciddə bir qardaş digər qardaşa söz deyəndə bu ayəni gətirib deyirlər ki, sakit durun. Ümumən məscidlərdə söhbət etmək olarmı? Zəhmət olmasa bu məsələ aydınlıq gətirərdiniz. Məscidlərin xarab olması dedikdə, yəni xarabı olması dedikdə orada həm maddi xarab olması, həm mənəvi xarab olması qəsd olunur. Aleykümselam. Maddi xarab olması, məsələn, məscidin sökülməsi, dağıdılması, viran qoyulması və ya çirkləndirilməsi və ya bağlanması. Mənəvi xarab olmaqsa, yəni Allahın adının orada zikr olunmasına qadağan edilməsi və ya Allahın elminin orada qadağan edilməsi, Allahın kəlamının orada qadağan edilməsi. Yəni bu baş verib vaxtı ikən. Məsələn, Məkkə müşriklərindən Peyğəmbər s.ə.v-i Kəbəyə daxil olmağa qoymadıqları vaxt, məsələn, Hüdeybiyyə ümrəsində Hüdeybiyyə sülhündən qabaq Məkkəyə ümrə üçün daxil olmaq istədilər, qoymadılar onu. Eləcə də bir neçə il sonra Kəbəyə gəlməsinə qadağa qoydular. Həmçinin baş verib, məsələn, nəsranilər Beytül Məqdisi xarab edəndə, dağıdanda, orada fəsad edəndə, eləcə də cahiliyyə dövründən qabaq Əbraha, məsələn, sökmək istədikdə Məkkəni. Düz alimlər xilaf edib, yəni bu ayə kimlər haqda nazil olub, nəsranilər və ya qeyriləri, amma umumən mənəvi və maddi xarab olmasına kim şərait yaradırsa hamısına aid. Amma qaldı ki, insan əgər məsciddə danışırsa, söhbət edirsə, bu ayəni ona tətbiq etmək olar, yox. Səhv anlaşmadır, yəni səhv başa düşmədir. Çünki məsciddə danışmaq icazəlidir. Məsciddə danışmaq qadağa deyil. Məsələn, elm öyrənmək, o da məsciddə danışmaq və elm öyrətmək, dərs keçmək, girdikdə, məsəl üçün, insanlara salam vermək, hal-əhval tutmaq, insanlara nəsihət etmək, məsciddə danışmaq icazəlidir. Sadəcə, ibadət edənlərə zərər verməmək şərti ilə. Hətta dünyavi məsələlərdən bəzisini danışmaq olar məsciddə, bu qadağa deyil. Nə qadağadır? Səs-küy salmaq, qışqırmaq, alış-veriş eləmək, məsciddə ticarət eləmək, qeybət eləmək, boş-boş, məsəl üçün, mənasız sözlər danışmaq, başqalarının ibadətinə mane olmaq, amma umumən məsciddə danışmaq qadağa deyil. Sələflərin bidət əhlinə qarşı mövqeyi necə olub? Nə üçün bidətə hər hansı bir nəsrani və ya Yahudiyə qarşı olduqlarından daha sərt olublar? Yəni, sələflər deyəndə, yəni səhabələr, eləcə də olan davamçılar, yəni təbiinlər və olan davamçıları, həmçində salih sələflərimiz, alimlər, hansılar ki, onların yolunu yaxşılığı davam edib, onlar daima bidət əhlinə qarşı sərt mövqe göstəriblər, çünki bidəti dində təhlükə görüblər. Bidəti dində təhdid görüblər. Ona görə möhkəm bir mövqe sərgiləyiblər, möhkəm bir mövqe göstəriblər. Çünki bidət əhli İslam adı ilə insanları aldadır. Bidət əhli İslam adı altında insanlara azdırır. Yahudi və nəsranilərə baxsaq, görək ki, onların yəni açıq şəkildə öz dinlərini izhar eləyirlər. Yəni, onlar çəkinmirlər İslamdan. Öz dəvətlərini açıq şəkildə edirlər, öz dəlalətlərini açıq şəkildə yayırlar. Amma bidətçi özünü necə göstərir? Sünnə libasında göstərir. Göstərir ki, Quran və sünnəyə çağırır, Peyğəmbərin yoluna çağırır, həqiqətdə isə azdırır. Ona görə də bidət bir növ həmçinin dini təhqir edir. Bidət edən dini təhqir edir. Sanki iddia edir ki, din naqisdir. Peyğəmbər dini tamamlamayıb. Tamamlamaq buna düşüb. Bu tapıb sələflərin, Peyğəmbərin, sahabələrin çatmadığı bir şeyə çatıb. Ona görə onların zəlaləti daha təhlükəlidir, nəinki digər din sahiblərinin, hansılar ki, dinlərini gizlətmirlər.
Ona görə də bidət əhli daha ona qarşı sərt mövqe qoyulub, nəinki digər ədavət aparan küfr əhlindən. Bidət böyük günahdır sayılmır. Bidət böyük günahdır. Bəzən küfr həddinə də çatır. Növbəti sual. Fitrə əhli kimlərə deyilir? Azərbaycan fitrə əhli sayılırmı? Çünki bəzi xavariclər bu barədə Şeyx Fovzandan dəlil gətirir. Birincisi fitrə əhli yox, fətrə əhli. Fitrə əhli salamat etiqadlı olmayanlara deyilir. Yəni, insan fitrət üzərində xəlq olunur, sonra anası, atası onu ya Yahudi edir, ya Nəsrani. Amma fətrə əhlin kimdir? Fətra yəni bir zaman boşluğunda yaşamış insanlardır, hansılar ki, onlara din çatmayıb. Yəni, İslam dini çatmayıb. İslam dəvəti çatmayıb. İstəsən de ki, Peyğəmbər gəlməyib və ya Peyğəmbərin düzgün dəvəti gəlib çatmayıb onlara. Yaşayıblar bir zaman müddətində və ölüblər. Yəni, özlərini İslam'a nisbət eləməyiblər. İslamdan qeyri dinə nisbət eləyiblər və ya heç bir dinə nisbət eləməyiblər. Yəni, Peyğəmbərin dəvəti çatmayıb ona. Quran və sünnədən xəbərsiz. Onlar fətrə əhli adlanır, çünki o zaman boşluğunda yaşayıblar. İxtilaf edib alimlər onların hökmündə. Onların hökmü nədir? Cənnətli idi, cəhənnəmli idi. Dünya hökmü nədir? Axirət hökmü nədir? Şeyx Hüseymin Rahiməhullah deyir ki, əgər özlərini İslam'a nisbət etməyənlərdirsə, yəni hansısa dinə nisbət ediblər və ya heç bir dinə nisbət etməyiblər, olan dünya hökmü kafirdirlər. Fətrə əhli kafirdir. Ahirətdə isə alimlər ixtilaf ediblər. Necə olacaq halları? Və səhih budur ki, imtihan olunacaqlar. Bu Allah Taala'nın ədalətindəndir. Necə ki, Şeyx Hüseymin, eləcə də Şeyx Fovzan özü bu rəydədir. Şeyx İslam İbn Teymiyyə, İbn Qayyim bu rəydədirlər ki, ahirətdə onlar imtihan olunacaqlar. Amma dünya hökmü kafirdir. Yəni, müamilələri dünyada kafir müamiləsi olur. Amma qaldı ki, özünü İslam'a nisbət edən kəsi fətrə əhli adlandırma, bu böyük səhvdir. Xətadır. Çünki insan özünü İslam'a nisbət edirsə, o ilə müsəlman müamiləsi aparılır bu dünyada. Və küfürdə ittiham olunmasına gəlincə hüccətin çatması, şərtlərin yerini yetirib, maniyə aradan qalxmasını şərt görür Allah Taala. Alimlər. Və dəlillər buna dəlalət edir. Qaldı ki, demək ki, Azərbaycan xalqı fətrə əhlidir. Xeyr, bu səhvdir. Nəyə görə? Birincisi, Azərbaycanda İslam hələ qədim əsrlərdən var. Ömər Xattabın xilafətindən, Osman ibn Affanın xilafətindən ta günümüzə kimi. Elə oxusaz ki, hədislərdə Quran haqqında ixtilaf Azərbaycandadır. Necə fətrə əhli olur ki, özlərini İslam'a nisbət edirlər. Düzdür, tarix boyu müəyyən xurafatlar üz verib. Bəzi zəlalət firqələr istəyiblər, öz zəlalətlərini yaysınlar. Hətta olub ki, küfr əhli, kommunistlər silmək istəyiblər İslamı. Lakin, əlhəmdülillah, insanlarımız, xalqımız qoruyub özlərinin İslam'a nisbətini. Qoruyublar Quranı, qoruyublar namazı, gizlədiblər dini kitabları. Ona görə ölənlər də olub, öldürülənlər, sürgün edilənlər. Əlhəmdülillah, günümüzə kimi Quran var bu diyarda, məscidlər var, azanlar eşidilir, dini kitablar var, dəvətçilər var, dərslər gedir, hansı ki eşidirlər. Ola bilər insanlarımızdan kimsə dinin əhkamlarından cahil olsunlar. Yəni, çünki dedik ki, Sovet dönəmindən çıxmışıq. İnsanlar qayıdır, yavaş-yavaş eşitdikcə dinlərinə, Allah Taala kimi müvəffəq edirsə, qayıdır namaza, qayıdır oruca. Ramazan ayında elə özü şahid nə qədər insan oruç tutdu. Qaldı ki, özlərini İslam'a nisbət etməsi bu açıq aydın. Kimi dindirsən deyir ki, mən müsəlmanam əlbəttə. Adətənələr, İslam adətənələr. Ona görə Azərbaycan xalqı arasında dedim ki, ola bilər dinin bəzi əhkamları hansı ki, cahil insanlar var. Amma umumən demək ki, bütün xalq, bütün millət, fətrə əhli bu heç vaxt düzgün ola bilməz. Ona görə xəvariclər bəli, istifadə ediblər bu kimi məsələlərdən, xüsusən də alimlərin fətvalarından. Məsələn, Şeyx Fovzan, Şeyx İbn Baz kimi sələf alimlərinin götürüblər səs yazılarını, kəsiblər.
özlərinə lazım olan hissəni istifadə edirlər və ya ümumi hökmləri götürüb tətbiq edib deyirlər ki, Azərbaycan xalqı kafirdir. Yəni kafir deməyə cürət etmir ki, fətra əhlidir. Əslində fətra əhli dedi ki, nədir? Kafirdir. Fətra əhli kafirlərdir, amma Azərbaycan xalqı fətra əhli deyil, Azərbaycan xalqı müsəlmanlardır. Özlərini İslama nisbət edir. Ona görə bu düşüncə batil düşüncədir, təhlükəli düşüncədir. Sələf alimləri heç vaxt hər hansı bir cəmaata hüccətsiz deməyib ki, onlar kafirdirlər. Mütləq hökmü müəyyənə hüccətsiz tətbiq eləməyiblər. Hətta açıq aydın günahkarlar olsalar da, həmin insanlara açıq aydın küfürləri olsa da deməyiblər ki, onlar fətra əhlidir. Əslində, yəni, özünü İslama nisbət edən kəsi fətra əhli saymaq, böyle təkfir eləməkdir. Bu sələfilik deyil, bu xavaricdir. Allah sizdən razı olsun. Növbəti sual, xavarizlər nə üçün böyük günah edən şəxsi kafir sayırlar? Ümumən əhl-i sünnə böyük günah edən şəxsin hökmünü necə izah edir? Xavariclər ümumən böyük günah sahibi onlara görə kafirdir. Məsələn, deyirlər ki, kim zina etsə kafirdir, kim oğurluq etsə kafirdir. İslamdan çıxır, həmən kafir olur. Ne üçün? Ən birinci, ayələr, hədislər hansılar ki, gəlib o ayə hədisləri, yəni bilirik ki, vəd ayələri var və vaid ayələri var. Yəni, əzab vəd edən ayələr var, nimət vəd edən ayələr var. Onlar nimət vəd edən ayələri tərk ediblər. Hansı ki, nimət vəd etdiyi ayələr Allah Taala onu yerinə yetirəcək mütləq olaraq. Amma əzab vəd etdiyi ayələr hansı ki, onlar yanaşıblar ona. Belə başa düşüblər ki, bir mənalıdır. Yəni Allah Taala mütləq olaraq əzabını tətbiq edəcək, yanılıblar. Çünki Allah Taala əzab vəd etdiyi ayələr və ya hədislər hansı ki, Rəbbim əzab vəd edir, onu istəyi altında edib. İstədiyinə əzab verəcək, istədiyinə yox. Onlar nə ediblər? O ayələri təfsir etmədən, təfsirinə qayıtmadan, sələflərin fəhminə qayıtmadan tətbiq ediblər. Ən birinci. Məsələn, Allahın hökmünə hökm verməyən kafirdir ayəsi. Kim Allahın hökmünə hökm verməzsə kafirdir deyib, götürüblər o ayənin zahirindən, baxmayıblar orada gələn kafir kəlməsi nə qəsd olunur onunla. Mütləqdir yoxsa? Mütləq deyil. Çünki küfür sözü bəzən mütləq olaraq küfür kimi gəlir mənası, işlənir, kafir kimi qəbul olunur. Bəzən açıq aydın kafir sözü gəlir, mütləq küfür kimi qəbul olunmur. Yəni bəzən böyük küfür kimi qəsd olunur küfür, bəzən kiçik küfür. Məsələn, Peyğəmbər s.ə.v səhabələrinə nə deyir? Deyir ki, lə tərci'u bədi kuffara yadribu anaqa ba'duhum ba'da. Məndən sonra bir-birinizin boynunu vuran kafirlər olmayın. Kafirlər olmayın, deyir, açıq aydın. Səhabələr vuruşub Peyğəmbər s.ə.v-dən sonra. Bəli. Aralarında fitnə olub. Hansını təkfir edib? İslam dairəsinin ixvanına bəğav aleyhi. Qardaşlarımız bizə qarşı qalxdılar, dedi Əli bin Əbi Talib. Ona görə də, yəni, küfür sözü bəzən böyük küfürdür, bəzən kiçik küfür. Küfrdən eləsi var əməlidir, eləsi var etiqadidir. Ona görə azıblar bunda, başa düşməyiblər bunu, bu bir. Həmçinin təkfir eləmələrinə baxsaq görərək ki, lazım nəticəyə görə təkfir edirlər. Nədir lazım nəticə? Məsələn, insan deyir ki, əgər bu haramdırsa, bunu edirsə deməli o kafirdir. Və ya zəncirvari təkfir edir ki, məsələn, hakim kafirdir. Allahın hökmünə hökm vermir. Kim ona itaət eləsə, onlar da kafirdir. Təyin edibsə, məmurdur, məsəl üçün, su idarəsində işte, onda o da kafirdir. O da onu, yəni zəncirvari silsiləvi təkfir edir. Həmçinin onlara görə iman artıb azalmır. Xəvariclər imanın artıb azalmağını etiqad eləmir. Onlar etiqad edirlər ki, iman bütöv bir şeydir. Biri getdisə, hamısı gedir tamamilə. Murciələrin əksi olaraq. Onlarda nədir? Onlarda da iman bütöv bir şeydir. Biri varsa hamısı var. Ona görə günah imana təsir eləmir. Lakin zəlalətdə də ikisi də. Ona görə əməllərin şərt görürlər imanda. Amma əhl-i sünnəyə görə böyük günah sahibi nədir?
böyük günah sahibinə qarşı əhlüsünnə mövqeyi var. Əsrlər boyu alimlər kitablar yazıb. Ne üçün? O zəlalət firqələrdən fərqlənmək üçün. Deyirlər ki, yəni Quran və sünnə səhabələrin fəhmi ilə əhlüsünnəyə görə böyük günah sahibi müsəlmandır. Nə qədər ki, etdiyi günahı halal saymırsa, etdiyi küfrü halal saymırsa, o müsəlmandır, imanı var, dindən çıxmır, lakin asidir, fasiqdir, günah sahibi. Əməli küfür olsa da onun imanı naqis edir. İslamdan çıxarmır ta ki ona hüccət qaldırılıb, şərtlər yerinə yetib, manilər aradan qalxmayınca. Hüccəti qaldırmağı da hər kəsə buraxmayıb əhlüsünnə, alimlərə həvalə edib. O görə o xavariclərin o gətirdiyi o sözlər, dəlil, hansı ki, dəlillər, hansı ki, istifadə edir. Əli ibn Əbi Talib nə deyir? Deyir, kəlimətə haqqin uridə bihəl batıl. Haqq kəlmə, haqq söz dedilər, amma o ilə batil qəsd etdilər. Yəni, niyyətləri batil idi. Gətirirlər Əbu Hüreyrə hədisini, hansı ki, olan əleyhinədir. Deyir ki, Peyğəmbər s.ə.v lə yəzni zəni hinə yəzni və o mümin. Mömin zina edəndə mömin olmaz. Əslində nə deməkdir bu? Yəni, mömin olmaz, yəni imanı naqis olar. Çünki iman dərəcələrdir. Necə ki, küfür dərəcələrdir. Ən yüksəyi nədir? İhsan dərəcəsidir. İnsan elə ibadət edir, sanki Rəbbini görür, onu görməsə də, yəqindir ki, Rəbbi onu görür, eşidir. Nəsə asili edəndə o ihsan dərəcəsindən düşür iman dərəcəsinə. Elə ki, halqadır, ortada ihsandır, ihsandan düşürsən imana, ikinci halqaya. Sonra nəsə günah etsən, o halqadan düşürsən, biraz aşağı İslam halqasına, amma İslamdan çıxırsan, tam yox. Ona görə əhlüsünnə deyir ki, iman sözdür, əməldir, etiqaddır, artır, azalır, böyük günah sahibinin imanı zəifdir, o günah onun imanını yox eləmir tam, əksinə naqis edir. Allah sizdən razı olsun. Sonuncu sual saydım. Quranda qadınlar tarlanızdır ayəsində tarla sözünün mənası nədir? Din düşmənləri şübhə gətirir ki, burada qadınlar alçaldılır. Hər sözü ərəbcə əslində, yəni tarla əkin sahəsi mənasındadır. Bir mənası da yəni meyvə verən yer. Yəni bəhrə verən yer. Bəzi alimlər və təfsirçilər deyirlər ki, nəsil artırma vasitəsi. Əslində burada qadın alçaldılmır. Əslində bu ayədə qadının şərəfinə, qadının necə önəmli olmasına, qadının necə məsuliyyətli vəzifəsi olmasına ana kimi ona işarə edir Allah Taala. Yəni işarə edir ki, nəsli yetişdirən şəxsiyyətdir. Anadır, nəslin artımı üçün səbəbdir, vasitədir. Allah Taala işarə edir bu ayə ilə ki, evlilikdə yəni cinsi münasibətlər necə olmalıdır? Hansı ədəbdə olmalıdır? Hansı cür olmalıdır? Əksində göstərir ki, qadınla münasibət halal və şərəfli bir yollanır. Və qadın da halal, şərəfli bir yoldaşdır, həyat yoldaşıdır. Onu izah edir Allah Taala. Yəni burada alçatmır. Göstərir ki, nəslin artması üçün bir vasitədir. Hansı ki, Allah Taala halal edir. Və o münasibətlər hansı ki, ərlə kişi arasındadır, onlar bir çərçivədədir, hansı ki, o çərçivədən kənara çıxılmamalı, o ədəbdən kənara çıxılmamalı. Ona görə ayə əslində ədəbi üslubdadır. Ərəb dilində var belə şey. Yəni, demək istəyir ki, qadın həyat verən tarladır. Və kişi də toxumdur, hansı ki, əkilir o tarlada. Hər ikisi bir-birini tamamlayır. Onu İbn Kəsir Rahiməhullah təfsirdə deyir ki, tarla yəni nəsil artırılan yer. Yəni, qadınla halal yolla yaxınlaşmağı öyrədir. Allah Taala göstərir ki, qadınla halal yolla yaxınlıq etməlisən. Nəsli artırmalısan, Allahdan qorxmalısan. Necə ki, Bəqərə surəsində vurğuladığın kimi. Daha doğrusu, Bəqərə surəsinin 223-cü ayəsi də ona işarə edir. O ayədə də eyni mənada gəlir. Ona görə tarla qadının hörmətsizliyi deyil. Əslində, yəni bu İslama düşmən olan kəslərin qərəzli ədavətidir. Bundan başqa bir şey deyil. Alimlərin dediyi sözlərin əksidir, ziddidir. Allah sizdən razı olsun.